Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının yığıncağında çıxış eləyib və qeyd edir ki, Prezidentimiz Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır. Dövlət başçısı bildirir ki, dövlət, alimlər, dilçilər, yazıçılar, şairlər, jurnalistlər, siyasətlə məşğul olanlar bu məsələyə çox böyük diqqət verməlidir. Yenə də deyirəm, 10 il bundan əvvəl mən də bu məsələni qaldırmışdım. Çünki bu da məni narahat edirdi. 10 il ərzində lazımi tədbirlər görüldü ki, biz dilimizi kənar kəlmələrdən qoruya bilək. Amma yenə də oradan-buradan eşidirəm. Həm televiziyalarda, həm yazılı mediada, həm bəzi insanların çıxışlarında. Buna heç bir gərək yoxdur. Yəni biz xalq kimi, millət kimi öz dilimizi qorumasaq, onda yavaş-yavaş bizim milli kimliyimiz də sarsıla bilər. Əminəm ki, mənim sözlərim hər kəsə çatacaq və özüm də daim bu məsələ ilə bağlı məşğul olacağam, izləyəcəm, lazımi tədbirlər görəcəm. Azərbaycan alimlərindən də bax, bu məsələyə də öz münasibətini və dəstəyini göstərməyə çağırış eləyirəm deyə Prezident İlham Əliyev bu məqamlara toxunub.